Son zamanlarda kəşfetimə bir xanım düşməyə başlayırdı, hansı ki artıq özü düşmür, çünki mənim blok listimdədir və bütün paylaşımlarının hər biri anti kişi məqsədli, yəni kişiləri necə alçaltdığını, onlarla necə əyləndiyini video formatında paylaşırdı. Və maraqlısı odur ki, rəylərdə onlarla xanım, bəzi psixoloqlar karyerasının başında olanlar onları dəstəkləyərək sanki feminizm budur və belə də olmalıdır kimi rəylər göstərərək qarşıya getməyə çalışırdılar və onu irəli aparmaq istəyirdilər. Amma deyəcəyim odur ki, əgər bir qadın daim kişilərlə rəqabət vəziyyətindədirsə, rəqabət apardığı əslində kişilər deyil, onun öz anasıdır. Çünki o düşünür ki, mənim anam atamın yanında əzildi və onun üzərində hakimiyyət qura bilmədi. İndi mən bütün kişiləri əzərək, onları iyrəncləşdirərək, insanların gözündən salaraq anama göstərəcəm ki, bax sən bacara bilmədin, atam üzərində hakimiyyət qura bilmədin. Gör indi mən necə kişilər üzərində hakimiyyət qururam. Təbii ki, bu da cəmiyyətimizdə bəzən yanlış anlaşıldığı üçün feminizm adı altında insanlara bazarlanır.